Bundan sonra mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan şəxslər kənd təsərrüfatı təyinatlı tikililəri müəyyən tələblər daxilində yalnız icazə alaraq inşa edə biləcəklər. Söhbət hündürlüyü 5 metrə, ümumi sahəsi 100 kvadrat metrə qədər olan tikililərdən gedir. Bu qərar çörəyi xırda tikililərdən çıxan fermerləri ciddi narahat edib. Kətdə yaşayırıq qardaş. Kətçinin işi əkinçilik, maldarlıqdır. Götürək maldarlıq, mən həyətimdə tövlə tikirəm. Əgər icazə qüvvəyə minsə, deməli, kətçinin işi çətinləşəcək. Bu kətdə nədir? Balaca bir tövlə tikir, 2-3 inək saxlayır. Dəyişikliklər bununla da bitmir. Qanun layihəsinə görə xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi 60 kub metrdən böyük olmayan, dərinliyi isə 5 metr keçməyən quyuların, yeraltı su və çirkab su anbarlarının, habelə həcmi ən çox 200 kub metr olan hovuzların tikintisinə də icazə tələb ediləcək. Yəni yanvarın 1-dən bu ilin qanunvericilik artıq qüvvəyə minib və həmin tikintilərin aparılması qaydalarında qeyd olunur ki, müəyyən olunmuş tikintilərin aparılması yerli icra hakimiyyəti ilə razılaşdırılıb sıxım şəkildə sonra da şəhərsalma və arxitektura komitəsinə göndərilir və onların da icazəsi olandan sonra tikinti işlərinin aparılmasına icazə verilir. Yəni həmin indi bu dəyişiklikdə nəzərdə tutulmuş obyektlər də eyni qaydada razılaşdırılması və icazənin alınması lazım olacaqdır. Yəni belə olan halda torpaq sahibləri öz ərazilərində kənd təsərrüfatı təyinatlı obyektləri inşa edib istifadə edə biləcəkdir. İnşa zamanı hər hansısa bir problemin yaranmaması üçün isə əgər bununla rastlaşmaq istəmirlərsə, əlavə problemlərin olmasını istəmirlərsə, fermerlər mütləq qaydada əgər öz adlarına çıxarışları varsa və orada tikililər aparmaq istəyirlərsə, orada baxış keçirilir. Ora əgər uyğundursa həmin yerdə o tikilinin həyata keçirilməsi bu zaman razılıq verilir və bundan sonra da həmin fermer o tikilini həyata keçirə bilər. Qeyd edək ki, təklif edilən dəyişikliklərin məqsədi kimi torpaqdan səmərəli istifadə, icazəsiz və nəzarətsiz tikililərin qarşısının alınması, həmçinin təhlükəsizlik tələblərinin gücləndirilməsi istəyi göstərilir. Vurğun Mədətov, Rəşad Rəşidov.